Deməli uşaqlar, bugünkü dərsimiz çevrədir. Bir nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğuna çevrə deyilir. Daha doğrusu nöqtələr çoxluğunun əmələ gətirdiyi fiqura çevrə deyilir. Məsələn, müstəvi üzərində hər hansı bir nöqtəni götürmüşük. Adlandıraq O nöqtəsi. O nöqtəsindən hər hansı bir 3 santimetr məsafədə bir nöqtə qeyd elədik. Və bu 3 santimetrdən nə yaxınlaşmaq, nə də uzaqlaşmaq şərti ilə bu nöqtələri nə edirik? Ardıcıl sonsuz sayda nöqtələri nə edirik? Birləşdirsək. İndi mən burada yaxşı ola bilsin çəkmədir. Birləşdirsək, sıxlaşdırsaq. Və nəticədə bu nöqtələr çoxluğu nəyə əmələ gətirəcək? Çevrəni. Deməli, bu nöqtələri o qədər sıxlaşdıracağıq ki, düzdürmü? Sonda nə əmələ gətirəcək? Bu, artıq bir xət kimi görsənəcək də, düzdürmü? Tamamilə. Deməli, uşaqlar, həmin bu məsafə çevrənin nəyə adlanır? Radiusu, bəli. Həmin bu məsafəyə biz deyərik çevrənin radiusu. Uşaqlar, o bir markeri verin. Marker yaxşı yazmır. Həmən də var, qabı. Aha, buradadır. Deməli, bu həmin məsafə, istəyirsiniz daha bunu silək, daha normal çevrə çəkək, yaxşısın. Deməli, bir nöqtədən çıxan, bərabər məsafədə yerləşən nöqtələrin çoxluğuna biz nədir? Çevrə deyə bilərik. Çevrə, həmin nöqtə çevrənin nəyə adlanır? Mərkəzi. Onda qeyd edirik, o mərkəzdir. Mərkəz. Həmin adlandırdığımız məsafəyə biz radius deyəcəyik. Həmin nə olsun? Radius. Çevrənin uşaqlar, hər hansı bir iki nöqtəsini birləşdirən parçaya vətər deyilir. İxtiyarı iki nöqtə seçək. Biri olsun A nöqtəsi, hər hansı bir ikinci nöqtəni adlandırsaq B nöqtəsi. Baxın, A-dan B-yə məsafə adlandırılacaq vətər. AB parçasını adlandır vətər. Deməli, hər hansı bir iki nöqtəni birləşdirən parça vətərdir. Yaxşı, sizə ikinci bir sual verəcəm. Bu vətəri mərkəzdən keçirsək, adlandırsaq məsələn KL parçası. Mərkəzdən keçirtdik. Vətərdirmi? Bəli. Əlbəttə vətərdir də. Çünki iki nöqtəni artıq birləşdirir. Onda OK nə olar? OK. OK radiusdur da. Çünki mərkəzdən çevrəyə qədər məsafə radiusudur. Onda OL nə olacaq? Diametr. OL. O da radius. Düzdürmü? Radius. Onda KL mərkəzdən keçən vətərdir. Düzdürmü? KL mərkəzdən keçən vətərdir. Onda KL neçə dənə radiusə bərabər oldu? 2 dənə radiusə bərabər oldu. Uşaqlar, mərkəzdən keçən vətərə də biz diametr adını verəcəyik. Ən böyük vətər hardan keçər? Mərkəzdən keçər. Mərkəzdən keçən vətər də nə adlanacaq? Diametr adlanacaq. Onda KL-ə yazaq, KL də bərabərdir, diametr D hərfi ilə işarə olunacaq. Artıq biz birbaşa deyə bilərik. Diametr neçə dənə radiusə bərabərdir? 2 radiusə bərabərdir. Deməli, biz öyrəndiklərimizdən artıq bilirik radius nədir, vətər nədir? Ən böyük vətər diametrdir. Diametrdə 2 dənə radiusə bərabərdir. Gəlin onda bir neçə nümunə yazaq uşaqlar. Çevrənin radiusu bərabərdir 4 santimetr olarsa, bizə sual olunur, ən böyük vətər neçə santimetr olar? Ən böyük vətər adına nə demişdik? Diametr. Diametr bərabərdir 2 radius, o da bərabərdir nəyə? 8 santimetr olacaq. Düzdürmü? Vətər nə oldu? Çevrənin hər ixtiyarı iki nöqtəsini birləşdirən parça oldu nədir? Yaxşı. Gəlin çevrənin uzunluğunu tapaq. Uşaqlar, çevrənin uzunluğu S bərabərdir 2 pi R düsturu ilə tapılır.
S bərabərdir. S çevrənin uzunluğu. Baxın, buradan tutalım ki, başladıq ta bura qədər uzunluq. 2 pi r. Gəlin, digərlərini silək, təkcə nə qalsın? Uşaqlar, radius qalsın. Bir də nə qalsın? Radiusu da sildik ki. Aha. Radius qalsın, bir də nə qalsın? Diametr qalsın. Bu da olsun. Onu silirik, elə diametr yaza bilərdi. Mərkəzi nöqtəni qeyd eləmişik artıq. S bərabərdir 2 pi r. Yaxşı, ikinci bir düstur kimi. Bu 2 r-i nə adlandıra bilərik? 2 r nəyə bərabər idi? Diametrə. Onda digər tərəfdən də S bərabərdir pi d yaza bilərikmi? Bəli. Uşaqlar, pi irrasional ədəddir. Biz həqiqi ədədlərdə artıq öyrənmişik, düzdürmü? Pi irrasional ədəddir. Qiyməti təqribən pi bərabərdir 3,14. Təqribən, uşaqlar. Yəni, bu irrasional ədəddir, sonsuz, dövürsüz irəlilədiyini nədir? Artıq bilirik də, düzdürmü uşaqlar? Amma, bəs məsələ odur. Əgər bizə məsələ həllərində pi-nin qiymətini mötərizədə yazmayıbsa, pi neçəyə bərabərdir? Biz pi-yə heç vaxt dəyməyəcəyik, yerindəcə qalacaq. İndi bir dənə nümunə yazacağıq burada. Pi-nin qiymətini 3,14 yazıbsa, 3,14 ilə hesablayacağıq. Yox, əgər yazmayıbsa, 3 yazıbsa, 3 ilə hesablayarıq. Yazmayıbsa da pi yerində qalacaq. Tutalım ki, belə bir sual var. Deyir ki, çevrənin, şəkildəki yazıb. Şəkildəki çevrənin uzunluğunu tap. Radiusu verir 4 cm, bura O nöqtəsidir, düzdürmü? O adı artıq O nöqtəsini veribsə, radius yazmasına ehtiyac yoxdur. O'dan bura qədər məsafə radiusda mərkəzdən. Çevrənin uzunluğu tələb olunursa, S bərabərdir yazaram 2 pi vurulsun r. Bu da olacaq 2 vurulsun pi vurulsun neçə? 4. Elədimi? 8 pi. Bizə bu sualda verilibdimi ki, pi neçədir? Xeyr. Ona görə cavab variantlarında 8 pi görə bilərsiniz, 16 pi və ya 8-in özünü görə bilərsiniz, 24 görə bilərsiniz, heç birisini seçə bilmərik. 8 pi qaldıca yerində. Yox, əgər yazsa mötərizənin içərisində bu cür, məsələn, pi bərabərdir, təqribən 3 və ya 3,14, onda götürəcəkdim, 8-i nəyə vurardım? 3,14-ə vurub hesablayardım. Yazmayıbsa yerindəcə qalacaq. Aydındır mı? Bəli. İndi onun diametrdə mənim 8-dir. Aha. İndi gəlin sualı biraz dəyişək. Silin bunu uşaqlar. Əgər bizə veribsə çevrənin diametrini, diametr nə qədərdir? Məsələn, 8 götürür. S bərabərdir, birbaşa nədən yazaram? Pi vurulsun D düsturunu. Bu da neçə eləyəcək? 8 pi. Bu məlumdur da, düzdürmü? İkinci bir məsələ. Gəlin bu düsturda nəyi tapaq? D-ni tapaq, düzdürmü? Diametri. Diametr S bərabərdir, daha doğrusu, bəli, D bərabərdir nəyə? S bölünsün piyə də, düzdürmü? Bununla da hesablayıb, yəni çıxartmaq olar, ehtiyac yoxdur. Aydındır mı? Dediyin üçün belə baxsaq, elə burada yazaq da uşaqlar. Burada tapmışdıq da 8 pi. 8 pi bölünsün nəyə? Piyə. Pilər ixtisar olunur, nə qaldı? 8 qaldı. Əgər tapmaq istərsən, onsuz da göz qabağındadır. Bəli, sən fizikada, bəli, bunu çox-çox rast gəlirsən də düsturdan digər düsturu çıxartmaq. Ehtiyac olduğu müddətdə. Silim uşaqlar buranı. Deməli uşaqlar, çevrənin üzərindən çevrəyə yalnız bir toxunan çəkmək olar. Daha doğrusu, gəlin görək toxunan nədir? Bir dənə çevrə çəkdik, düzdürmü? Toxunan çevrənin hər hansı bir hissəsinə, hər hansı bir hissəsinə, bir daha doğrusu bir ortaq nöqtə varsa, bu çevrə nədir? Bu düz xətt çevrəyə nə edir? Toxunur. Yadınızda qalarmı? İndi keçək, kəsən görək nədir? Hamısı qaydacam ha ora, bitmir ondan.
Kəsən mənim 2 yerə bölünür. Uşaqlar, kəsirsə, çevrə ilə düz xəttin neçə nöqtəsi olacaq? 2 nöqtəsi. Məsələn, bir A düz xəttində kəsib, bir B düz xəttində kəsib. Deməli, çevrənin üzərindən çevrəyə yalnız və yalnız bir dənə toxunan çəkmək olar. Aydındırmı? Əgər toxunanı fikir verirsinizsə, biz buradan dəyişsə yeri artıq nə olacaq? İkinci yerdən kəsəcək. Kəsdiyi üçün artıq 2 nöqtə, 2 ortaq nöqtəsi olacaq. 2 ortaq nöqtəsi olsa da artıq biz ona toxunan yox, kəsən deyə bilərik. Düzdürmü? Kəsən deyə bilərik. Diqqət bura. Bir dənə də nə çəkirik? Radius çəkək. Toxunanla radius yadınıza saxlayın. Hər zaman nədir? Perpendikulyar olacaq. Toxunanla radius hər zaman perpendikulyar. Toxunana məsələn bir M yazsaq, R perpendikulyardır nəyə? M-ə. Gəlin, çevrənin xaricində bir nöqtə götürək uşaqlar. Çevrənin xaricində hər hansı bir nöqtə götürək. A nöqtəsini götürdüm çevrənin xaricində. Çevrəyə uşaqlar neçədən toxunan çəkə bilərəm? Birini bura çəkdim, birini bura çəkdim. Kənardan olduqda 2 dənə. Bəli, çevrənin deməli üzərindən çevrəyə bir toxunan çəkirəm. Həmin toxunan da nə olur? Radiusa perpendikulyar olur. Çevrənin xaricindən isə çevrəyə 2 toxunan çəkirəm. Həmin toxunanlar da kəsişmə nöqtələrinə qədər məsafə bərabərdir. Məsələn, bura B olsun, bura C olsun. Onda AB bərabər olacaq nəyə? AC-yə. Bura 3 cm olsa, onda burada nə olacaq? 3 cm olacaq. Yox, üçbucaq əmələ gətirmir. Yəni üçbucaq birləşdirsən, əgər bunu BC-ni birləşdirsən, o zaman bərabər yanı üçbucaq. İndi ikinci məsələ burada nədir uşaqlar? Məsələn, O nöqtəsi var burada. Çəkdim, buranı birləşdirsən uşaqlar. Baxın, burada tənbölən əmələ gətirir. Burada bura nədir? Bucağı yarıya bölür. Bura alfa bucağı olsa, burada nədir? Alfa bucağı olacaq. Deməli, Nurlanın dediyi kimi, biz bərabər yanlı üçbucaqda da biz xassi öyrənmişdik də, düzdürmü? Qarşı tərəfin ortasını birləşdirən parça median idi, düzdürmü? Bucağı yarıya bölən tənbölən idi. Qarşı deməli, perpendikulyar isə nə idi? Hündürlük idi. Bərabər yanlıda isə oturacaq çəkilərin hər üçü bərabərdir. Eyni qayda nəzərənin baxanda uşaqlar, bu deməli, nə edir? Bucağı da həm də yarıya bölür, düzdürmü? Burada da nə edəcək bu? Bunu birləşdirsək. Həm də nə olar? Yox, həm perpendikulyar olacaq, həm də ki, qarşı tərəfi nə edəcək? Yarıya böləcək, birləşdirsək. Elə bil mən 6-3 Əgər 6-dırsa 3-3 bölünəcək, aydınmı? Bir sözlə, çevrənin üzərində nöqtədən bir dənə toxunan çəkə bilirik, çevrənin xaricindəki nöqtədən 2 dənə toxunan çəkə bilirik. Çevrənin daxilindəki nöqtədən uşaqlar, çevrəyə toxunan çəkmək olarmı? Gəl çək. Çevrənin daxilindəki nöqtədən çevrəyə toxunan. kəsən çəkmək olar. Bəli, kəsən çəkmək olar. Sən də deyirsən, toxunan çəkmək olar. Baxın, hansı tərəfə çəkmiş olsam düz xətti, düzdürmü? Gördüyümüz kimi kəsəcək. Deməli, çevrənin daxilindən isə çevrəyə nədir? Toxunan çəkmək olmaz. Toxunma, bəli, xaricdən. Çünki daxildən biz düz xətt çəkəndə 2 nöqtədə hökmən kəsəcək onu. Aydınmı uşaqlar? Silə bilərəm? Toxunanlar da bərabərdir, ha. Xaricdən çəkilən toxunanlar bərabər. Toxunanlar radiusda hər zaman nədir? Perpendikulyardır. Bax, bunlar vacib məqamlardır. Demək uşaqlar. Çevrəyə çəkilən toxunanlar bərabərdir. Yəni xaricdən 2 dənə, xaricdən 2 dənə nədir? Toxunan çəkilir. Həmin toxunanlar bəli, bir-birinə nədir? Bərabərdir. Hara qədər? Kəsişmə nöqtəsinə, toxunma nöqtələrinə qədər məsafələr nədir? Bərabərdir. Aydındırmı? Uşaqlar, çevrələr əgər xaricdən toxunursa, 2 dənə çevrəmiz var. Tutalım ki, bunun radiusunu böyük yerlə yazaq, düzdürmü? Bura olsun mərkəz, bura O1 mərkəz, bura nə olsun? O2 mərkəz, düzdürmü? Buranı da adlandırsaq R. Deməli,
çevrələrin mərkəzləri arasındakı məsafə nə olar? O1 O2. O1 O2 arasındakı məsafə böyük üstə gəlinsin neçə? Kiçik. Çünki fikir verin, buradan bu məsafəni tapmaq üçün bura qədər bildi, bura qədər bildi. Düzdürmü? Deməli, desək ki, çevrələr xaricdən toxunurlar. Radiusları, məsələn, R1 çevrənin radiusu desə 8 cm-dir. R2 çevrənin ikinci radiusu 3 cm-dir. Düzdürmü? Və çevrələr xaricdən toxunur. Onda çevrələrin mərkəzləri arasındakı məsafəni tapmaq üçün iki çevrəni çəkəcəm, düzdürmü? Çəkəcəm. Birinin radiusunu nə adlandıracam? 8 cm, ikincisini neçə santimetr? 3 cm. Bura O2 məsafəsi, bura nə? O1 məsafəsi. O1 O2 məsafəsi 8 üstə gəlinsin 3, bu da neçə elədir? 11 cm. Aydındırmı? Deməli, çevrələr əgər xaricdən toxunurlarsa, mərkəzləri arasındakı məsafə radiusların cəminə bərabərdir. Aydındır? Əgər çevrələr, uşaqlar, daxildən toxunursa, yox. Baxın, biraz yaxşı çəkmədik çevrəni. Bura olsun, bu çevrənin məsafəsi O1, bura nə olsun? O2. İndi diqqətiniz burada qalsın inşallah. O2, bura olsun O2 məsafəsi. Gəlin neyniyək? Birləşdirək buranı. Baxın, bura nə olacaq? Böyük çevrənin radiusu olar mı? 1. Bura nə olar? Kiçik çevrənin radiusu. Düzdürmü uşaqlar? Onda sizcə O1, O2 məsafə özünüz tapın. Hara olacaq? Kiçik. Baxın. Kiçik. O1, O2 məsafə. Buradan bura necə taparam uşaqlar? O1 O2 bərabər. Baxın. Evdən kiçik yer çıxarır. Ay sağ ol. Böyük çevrənin radiusundan kiçik çevrənin radiusunu eləyib çıxıb taparım. Aydındırmı? Yox, əgər çevrələr mərkəzləri üst-üstə düşərsə nə baş verir? Bax, belə çevrələr olur da bəzən. Aha. Deməli, baxın, O1 məsafəsi də, O2 də, hər ikisinin mərkəzi eyni nöqtədədir. Uşaqlar, biz buna deyirik konsentrik çevrə. Konsentrik çevrə. Mərkəzi eyni olan çevrənin konsentrik. Bəli, mərkəzləri eyni olan çevrələrə biz nə deyirik? Konsentrik çevrələr. Orada da mən düz xətt çəkirik. İndi diqqət eləyək bura. Bu məsafə nədir? Böyük yer. Bu məsafə nədir? Kiçik yer. Mərkəzlər arasında məsafə sıfırdır. Burada nəticədə nə yaranır? Halqa yaranır, düzdürmü halqa? Həmin bu halqanı H hərfi ilə işarə eləsək, böyük yerdə nəyi çıxaram? Kiçik yeri çıxıb bu halqanı neyniyərəm? Taparam. İkinci, gəlin bu misal, buna da uyğun bir məsələ quraq, buna da bir məsələ. Desək ki, məsələnin şərtində sözlərə diqqət edin. Çevrələr daxildən neyniyir? Toxunur. Toxunur. Çevrələr daxildən toxunursa, desək ki, çevrələrdən birinin radiusu R bərabərdir, məsələn, 10-12 cm, düzdürmü? Digər çevrənin radiusu R2 bərabərdir, 8 cm. Desək ki, O1, O2, yəni çevrələrin mərkəzləri arasındakı məsafəni tap. Mən də qeyd edəcəm O1, O2, 12-dən çıxacam nə? 8-i. Bu da eləcək 4 cm. Gələk burada. Sizcə konsentrik çevrələrdə bizə deyə bilərlərmi ki, mərkəzlər arasındakı məsafəni tap? Mərkəzlər üst-üstə düşüb. Sıfırdır, onu hamımız artıq öyrənmişik. Bu zaman isə nə deyə bilər? Halqanın uzunluğunu neynə? Halqanın, üzrlü sayın, halqanın uzunluğunu yox, halqanın məsafəsini buranı soruşa bilər də, düzdürmü? Aha. İndi diqqətlə baxaq. Buranı yenə eyni qayda ilə böyük eri verib bizə 12, düzdürmü? Kiçik yeri verib. Kiçik yeri verib. Məsələn, bir 4 cm. Onda biz qaydamıza görə böyük yerdən kiçik yeri çıxsaq, 12-dən nəyi çıxacaq? 4-ü çıxacaq. Deməli, bura. Bax, bura nədir? 8 cm halqa. Çünki kiçik, bura neçə idi? 4 idi. Bura neçədir? 12 idi. 12-dən 4 çıxır. Bərabər edirlər. Aydındır mı? Silə bilərik uşaqlar. Hər birinə aid bir misal düşəcək. Bir yox, bir neçə misal, məsələ düşəcək sizə. Ona görə
Hər dəfə yox. Əgər çevrələr halqanı deyirsə, konsentrik çevrələrdə böyük yerdən kiçik yeri çıxıram. Daxildən toxunursa, böyük yerdən yenə kiçik yeri çıxıram. Xaricdən toxunursa, çünki məsafə uzanır. Böyük yerin üzərinə kiçik yeri nə edirəm? Gəlirəm. Aydındır? Gəldi uşaqlar. Deməli, yenə bir çevrəmizi çəkdik. Diqqətlə bura baxın. Bura nədir? Mərkəz. O nöqtəsi. 2 dənə radius çəkirəm. Baxın. Burada R. Burada 300 aldım. Bura adlandırıram A, B, E. Sən ən əsas görə qövs nədir uşaqlar? Qövs nədir? Qövsü necə adlandırır? Uşaqlar, çevrənin üzərində 2 nöqtə arasındakı qalan bu hissəyə biz nə deyirik? Qövs deyirik. Aydındırmı? Bax, bu qaraldıran, bura nədir? Qövs. 2 radius, bunu yadımızda saxlayıq, hələ ki bizə lazım deyil. 2 radius arasında qalan bucağa bilsə, alfa bucağı deyilsə, alfa bucağına da biz nə deyəcəyik? Mərkəzi bucaq. Alfa da bərabərdir. Və yaxud belə deyə bilərik, mərkəzə söykənən bucağa biz nə deyərik? Mərkəzi bucaq. İndi bu bucağı, alfa bucağı hansı bucaqdır əslində? A, O, B. İndi ikinci bir şeyə baxaq. 180 dərəcədən kiçik qövsə, daha doğrusu, biz minor qövs deyəcəyik. 180 dərəcə, yəni onda bu qövs 180-dən böyükdür, kiçikdir. Yarıdan kiçikdirsə, 180 bilir də tamı nə qədərdir? 360-dır. Yarıdan kiçiyə minor qövs deyəcəyik. Yarıdan böyük, bu çox da bizə lazım olmur, sadəcə başa düşün. Əgər 180 dərəcədən bizdən ANB qövsünü desəydi neçə dərəcədir? Bu olacaqdı major qövs. Aydındırmı? Bunlar bizə çox da lazım olmur. Deməli, mərkəzə söykənən bucağa biz nə deyirik? Mərkəzə söykənən bucaq, mərkəzi bucaq. Mərkəzi bucağın dərəcə ölçüsü qövsün dərəcə ölçüsünə bərabərdir. Tutalım ki, bucaq AOB elə bərabərdir qövsünəyə AMB qövsünə. Aydındır uşaqlar. Tutalım ki, diqqətlə baxaq. AMB qövsünün dərəcə ölçüsü. Elə təqribən baxaq, burada neçə? 80 görsənir də, düzdür mü uşaqlar? 80 dərəcə. Onda sizə sual verirəm. AOB, yəni alfa bucağımızda neçə dərəcə olacaq? 100. 80 mənim. Əlbəttə 80 dərəcə. Çünki mərkəzi bucaq elə qövsün dərəcə ölçüsünə nə idi? Bərabər idi. Gəlin eyni çevrə üzərində bax belə bir bucaq qeyd edirik uşaqlar. Bura M bura deyək. Bura olsun A, B, B də yazmışıq. Olsun A, C. Uşaqlar, bucaq A, C, B. Biz buna deyirik daxilə çəkilmiş bucaq. Aydındırmı? Baxın, mərkəzi bucaq buradır, daxilə çəkilmiş bucaq buradır. Daxilə çəkilmiş bucaq söykəndiyi qövsün dərəcə ölçüsünün yarısına bərabərdir. Nəyə bərabərdir? Yarısına bərabərdir. Onda diqqətlə baxaq. Bu bərabərdir. A, M, B qövsü bölünsün neçəyə? 2-yə, yarısına. İndi hələ keçək ona. Onda sizcə bu C bucağı, yəni ASB bucağı bu alfanın da mı yarısına bərabər olur? Çünki biz deyim ki, elə bu bucaq, bu qövsün dərəcəsi bura bərabərdir. Onda bərabər olsunmu A, O, B bölək 2-yə. İndi eyni sual tətbiq eləsə, buranın alfanı silək uşaqlar. 80 dərəcə, onda nə olar bura? 80 dərəcə bölünsün neçə? 2 dərəcə. Bərabərdir 40 dərəcə. Orada da alfa bərabərdir 40 dərəcə. Bura oldu 40 dərəcə. Gəlin uşaqlar.
Bura 10 nöqtəsidir. Deyəmən. Sakit. İnşallah kim bilə bilər? Alfa neçə dərəcədir? Baxın, alfa mərkəzdədir, əlini qaldırsın. Sadəcə əlimizi qaldırır uşaqlar. Baxın, daxilə çəkilmiş bucaq 80 dərəcədir. Mən deyirəm, alfa bucağı neçə dərəcədir? Deyəmən. De. 160. 160. Əla, əlbəttə. Çünki daxilə çəkilmiş bucağı 2 mislinə bərabərdir də mərkəzi bucaq. Burada 160. Onda kim deyə bilər? AMB qövsünün dərəcə ölçüsü neçə dərəcədir? Deyirəm. Bu da 160. Əla. Deməli, biz nə öyrəndik? Öyrəndik ki, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir, düzdürmü? Və digər tərəfdən də mərkəzi bucağın da elə yarısına bərabər. Bəli. Mərkəzi bucaq orada 80 olsaydı, AMB qövsü də 80 olacaqdı. Bəli, əlbəttə. Çünki bura bərabərdir. Aydındır? Aydın. Silək inşallah. Silməzdən bir şey deyəcəm burada. Hər hansı qövsə söykənən yeganə mərkəzi bucaq var. İkincisini çəkmək olmaz. Bir qövsə söykənən bir dənə mərkəzi bucaq ola bilər. O da elə eyni dərəcəyə bərabərdir. Deməli uşaqlar. Bura çevrənin mərkəzidir. Yenə çəkək. A, M, B qövsünü çəkdik. İnşallah bir dənə mərkəzi bucaq çəkirəm buradan. Üzrlü sayın, daxilə çəkilmiş bucaq. Düzdürmü? İkincisini çəkirəm. İnşallah biraz sakitliyə riayət verir. Üçüncüsünü çəkim kifayətdir. Maraqlı bir şey. Bura deyirəm alfa, bura deyirəm beta, bura deyirəm gamma. Mən də bu qövsə, bu AMB qövsünə yazıram 90 dərəcədir. Mənim o Alfa bucağı neçə dərəcədir? 45. 45 dərəcə. Beta bucağı neçə dərəcə? Gamma bucağı neçə dərəcə? Mükəmməl. Çünki mən bu Onda nə öyrəndik? Eyni qövsə söykənən bütün daxilə çəkilmiş bucaqlar hamısı nəymiş? Bir-birinə bərabərdir. Bu da bunun göstərişi. Mərkəzi bucağı versə əgər, mərkəzi bucağı versə, bax burada göründüyü kimi neçə dərəcədir? 90 dərəcə. Deməli, eyni qövsə 1000 dənə də bucaq söykənsə, daxilə çəkilmiş bucaq, hamısı bir-birinə bərabərdir. Birini 45 versə, elə mən vuraram, desə ki, daxilə çəkilmiş bucaqların cəmini tap, 3-ə vuraram, deyərəm 135 dərəcədir. Məsələn, neçə dənə bucaq çəkmək olar daxilə çəkilmiş bucaq? Sonsuz sayda. 1000 dənə niyə çəkmək olsun ki? Sonsuz sayda çəkmək olar. Daxilə çəkilmiş bucaq isə bir dənə çəkmək olacaq. Bəli. O sonsuz şəkildə bucaq çəkirlər, o hansı idi mən? Daxilə çəkilmiş bucaq. Daxilə çəkilmiş eyni qövsə söykənən daxilə çəkilmiş bucağı nə qədər istəsən çəkə bilərsən. Amma mərkəzi bucaq yalnız bir dənə çəkə Hansı da qövsün dərəcə ölçünü yarısına. Yarısına bərabər olacaq. Bəli. Bunlar hamısı da bir-birinə bərabər olacaq. Məsələn, birini də lap artırsaq, baxın, buradan çəkdim, buradan çəkdim, düzdürmü? Burada yenə 45 dərəcə olacaq. Pi bucaq. Deməli uşaqlar, bir çevrə çəkək. Bura olsun mərkəz, bura olsun diametr. Uşaqlar, mərkəzdir. Bu tərəf neçə dərəcə olar bu qövs? A, M, B. Mükəmməl, 180 dərəcə. Sizə sual verirəm, onda ASB, 90 dərəcə. əlbəttə, ASB bucağı bərabər neçə dərəcə? 90 dərəcə. Onda bura yazdıqda 90 dərəcə. Diametrə söykənən daxilə çəkilmiş bucaq həmişə nə qədər olar? 90 dərəcə. Fikir verirsiniz, diametr çevrəni neynir? Bucağını yarıya bölür də 360'ı 2 yerə bölür. Onda diametrə söykənən daxilə çəkilmiş bucaq hər zaman 90 dərəcədir. Bax, vacibdir bu. Bu hər zaman, baxın, sonra yadınızdan çıxmasın. Hər zaman
Diametrə söykənən daxilə çəkilmiş bucaq 90 dərəcədir. Bax, sübutu da budur. Bax, 180-dir. 180-in yarısı nədir? 90-dır. Artıq buranı 180 verməyib. Düzdürmü? Onu özünə sənə bilməli. Bəli. Şəkil çəkib, belə bir şəkil çəkib. Düzdürmü? Səbirli olaq, uşaqlar. Baxın. Tələsməyin. Tələsməyin. Düzdürmü? Bunu çəkib və deyir ki, tap, alfa neçə dərəcədir? 90. Burada o yazıb. Alfa bərabərdir, mən yazıram 90 dərəcə. Çünki daha fikirləşmin buraya 180-ni qeyd eləyib eləməyib bizə maraqlı deyil. Əli, çevrə daxil istənilən bucaq çəkməli, yəni açıq bucaq. Bir dənə mərkəzə toxunan bucaq. Bəli də, istənilən bucaq çəkə bilərsən. Sən müstəvi də, çevrədə, müstəvi üzərində nə istəsən çəkə bilərsən. Deməli, uşaqlar, belə bir çevrəmiz var. İki dənə vətəri çəkmişik, uşaqlar. A, B vətəri olsun, C, D vətəri olsun. K nöqtəsində kəsişiblər. Uşaqlar, mərkəzdə kəsişməyib, bizə maraqlı deyil. Hər zaman AK vurulsun KB bərabər olacaq. CK vurulsun nəyə? KD-yə. Aydındırmı? Harada kəsişiblər? Kəsişmə nöqtələrinin hasilləri nədir? Bir-birinə nədir? Bərabərdir. Tutalım ki, bizə belə bir sual verir. Bura 3 santimetrdir, bura 4 santimetrdir, bura 2-dir, bura neçədir? X-dir. Biz nə yazacağıq? 2 vurağı x. 2 vurağı x bərabərdir. 3 vur 4. X də buradan bərabərdir nəyə? 6. Deməli, bura nə qədərdir? 6-dır. Yazımızda qalar mı? Sonra. Deməli, uşaqlar, biz dedik ki, çevrənin hər hansı bir iki vətəri kəsişibsə, vətərlərin kəsişmə nöqtəsindən ayırdığı parçaların hasilləri hər zaman bir-birinə bərabərdir. Bax, bu hissənin bu hissəyə, bu hissənin nədir? Bu hissəyə hasilləri bir-birinə bərabərdir. Yəni, 2 ilə x-in 3 ilə 4-ün hasılı bir-birinə bərabərdir. Tutalım ki, bir qeyrisində onu da çəkək, Fəzəl, səndən işləyək də bunu. Bura 5'dir, bura 6'dır, bura 5'dir. Bura 3'dür, bura nədir? X-dir. Gözlə. Fəzəl, onda nəyə vuracam burada? 3'ü x-ə, 6'ını da 5'ə. Ay, sağ ol. 3'ü vuracam x-ə, 6'ını da vuracam neçəyə? 5'ə. 6 5'in 30, 30'u da 3'ə böləndə neçə elədi? 10. Onda bu x nəymiş? 10 santimetrmiş. Aydın oldu, tamam idi. Onların hamısını bir-birinə vurdu, cavab niyə 6 aldı? Yox, bir-birinə vurmadıq hamısını. Hamısını. Uşaqlar, çevrədən kənarında olan bir nöqtədən çevrəyə bir dənə toxunan çəkmişəm. Düzdürmü? Bir dənə də kəsən çəkirəm. Olsun A, B, A, C, D. Gəlin, kiçik hərflərlə adlandıraq sadə olması üçün. Baxın, bura nədir? A-dır. Bura olsun B. Bu içərisində nə yazaq? C. Bax, belə bir mütənasib hissə yaranır. A-nın kvadratı bərabərdir. B vurulsun. B plus neçəyə? C-yə. Tutalım ki. Bəli? A kvadratı bərabərdir. B kvadratı plus C. İndi, tutalım ki, belə bir sual var qarşımızda. 2 verib buranı 6 verib və bizə nəyi soruşur? Toxunanı soruşur, uşaqlar. Düsturu yazsam, yazacam onda A-nın kvadratı bərabərdir. 2 vurulsun, 2 üstə gəlinsin neçə? 6, düzdür? A kvadratı bərabərdir. 2'nin üstünə 6. 8, 8, 2 neçə elədir? 16. A bərabər olacaq neçəyə? 4'ə. Artıq yaza bilərmi bu tiplərdən? Tutalım ki, bu səfər bunu verib, digərini verməyib də. Toxunanı verib 6. Bura mərkəzdən keçib, uşaqlar. Məsələn, bura O nöqtəsidir. Bax, burada bilmirdik ya, haradan keçib, bilmirik. Radiusu soruşacaq sonunda. Bura olsun 2. Mərkəzdən keçdiyini diqqət edir.
Bizdən deyir çevrənin radisi nəyə bərabər? Onda bu ummisinə nə yazaram? Diametr yazaram uşaqlar. Onda deyil nə olacaq? 6'nın Kvadratı. bərabərdir. 2 vurulsun. D. Plus 2. Aha. Onda 36 bərabərdir. 2D plus neçəyə? 4'ə. 2D bərabərdir. 32. D bərabərdir neçə? 16. R bərabərdir neçə? 8. Aydındır mı uşaqlar? Bəzən uşaqlar gətirir, burada saxlayır bunu. Fikir verirsinizmi? Bunu onda biz özümüz uzatma məcburiyyətinə qalıq. Çalışıb bunu buna, məsəl üçün bura götürə 8 yazar, yazarsınız ki 2, 6'nın kvadratı bərabərdir. 2 vurulsun, 2 plus 8 qətiyyən yazmaq olmaz. Başa düşdü uşaqlar? Müəllim, daima toxunanın kvadratı olur müəllim orada. Toxunanın, indi 2 kəsən içində yazacaq. Toxunan və kəsən Daima, varsa bu cürdür. daima toxunan olur da, müəllim kvadrat. Toxunanın, əlbəttə kəsənin kvadratı yox. Toxunan varsa toxunanın kvadratı bərabərdir. Çevrəyə qədər məsafə, ən yaxın məsafə ilə çevrəyə qədər ən uzaq məsafəyə qədər. Aydındır? Deməli uşaqlar, iki dənə çevrənin kənarında A nöqtəsi qeyd olunur. 2 dənə kəsən çəkirik. Olsun A, B, C, A, D, L. İkisi hərflərlə yenə qeyd edilir. Bura olsun A, bura olsun nə B? Bura olsun C, bura olsun D. Onda A vurulsun, düstürü özümüz qurağa da. A vurulsun, B. AB. A üstə gəldi də, düzdürmü? Bərabər olacaq, C vurulsun, C plus D. C plus D. Baxın, bunu yadda saxlamaq üçün birinci düsturu yadımızda saxladıq, kifayət edir. İkinci düstur elə əvvəl yazmışdı da bir tərəfini. Burada toxunan olanda toxunan kvadratı, olmayanda ən qısa məsafə ilə çevrənin xaricindəki nöqtədən çevrəyə ən qısa məsafə ilə ən uzun məsafənin nədir? Hasilinə tapa bilərik. Yəni onda kənarda buna uyğun bir nə yazaq? 2 dənə kəsən. A, B, C, D, E. Bu məsafəni verib 2 santimetr, düzdürmü? Buranı verib 6 santimetr. Bu məsafəni verib 12 santimetr. Bizdən isə tələb edir A-E məsafəsini. Yəni buradan bura qədər. Deyim. Aha, de. 2 vurulsun. 2 plus 6. Bərabərdir 2. Buranı yaxşı. X götürdü. Aha. X plus 12. X plus neçə? 12. 12. Və 4 plus o da eləyir. 8, 16 bərabərdir. 2 üstə 6, 8, 16 bərabərdir. X kvadratı. X-in kvadratı plus neçə? 12x, düzdürmü? Olsa, uşaqlar, bu yazdığımız biz kvadrat tənlikləri, bir məsul tənlikləri keçməmişik də hələ ki, düzdürmü? Ona görə narahat olmayın, bu tip sizə gəlməyəcək də kvadrat tənliyinə getdiyi üçün. İndi belə alındı, mən yazdığımdan. Plus 12x nədir? Minus 16. Burada kvadrat tənliyinə bizdə gəldi, özümüzdən yazdıq deyə. Ona görə bunun köklərini tapmağı biz hələ ki keçməmişik. Aha. Yəni bir sözlə buna hasili buradan bura qədər hasili ümumi hasilə, düzdürmü? Bura qədər bir də ki vurulsun ümumi hasilinə nədir? Bərabər. Aydındır uşaqlar? Deməli uşaqlar, yenə 2 vətər neyinib? Kəskib. Olsun A, B, C, D. Qövsü oxumağı bilirik də artıq. AMB qövsü, düzdürmü? AMB. Oxunuş və yazılış belədir uşaqlar. AMB qövsü. Bu qövsü nə olacaq? CND qövsü. Uşaqlar, biz niyə bunu CND oxuyuruq, CD oxumuruq?
Çünki fikir verirsiniz. Göz var. C-dən üzü bu tərəfə də D yol var. C-dən burada saat əqrəbinin həm əksi istiqamətində D yol var, həm də saat əqrəbi istiqamətində yol var. Biz CND deyəndə göstərir ki, CND buradır. Biz CMD desək, artıq biləcəyik ki, buradan hərəkət var, düzdürmü? Böyük qövsüyü soruşur da. Biz bilirik ki, minor qövs var, major qövs var. Buradakı minoru soruşur. Buradan istiqamətləsi M-lə majoru soruşacaq. Yaxşı. Birdən C demək. Balaca minor idi, böyük major. Bəli. Bura A o nöqtəsi yazın və mərkəzindən qarışdırarsınız. Bir K yazın. Uşaqlar, A, K, B bucağı, bu bucaq. Bərabər olacaq nəyə? C, K, D-yə. Bu həndəsənin əsas anlayışlarının keçmişi nədir? Hansı bir bucaqlar uşaqlar? Qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər. Və diqqət edin, bunlar ikisi də bir-birinə bərabərdir. Bu qövslərin dərəcə ölçülərinin cəminin yarısına bərabərdir. AMB qövsünü topladım, CND qövsünü böldüm nəyə? 2-yə. Aydındırmı? Tutalım ki, bizə belə bir sual verir. Qövslərin qiyməti veriləcək. Bəli, ya qövslərin qiyməti veriləcək, dərəcə ölçüsü veriləcək, ya da ki, bu veriləcək, biz onu tapacağıq. Tutalım, bura verilib 60 dərəcə. Buranı verib 40 dərəcə. Və bizə deyir ki, A, N, B qövsünün dərəcə ölçüsünü tap. Bura 84. AM. Deməli, uşaqlar, nə yazaram? 60 dərəcə üstə gəlinsin A, N, B qövsü, düzdürmü? Bölə 2 bərabərdir nəyə? 40 dərəcə, düzdür? Uşaqlar, biraz böyük götürək bunu. Olsun, 70. elə 50 dərəcə kifayət. Çox kiçik götürmüşük. 50 dərəcə, düzdürmü? Onda hər tərəfi 2-yə vursaq neçə olacaq? 60 dərəcə üstə gəlinsin A, N, B bərabərdir nəyə? 100 dərəcə, düzdürmü? A, N, B nəyə bərabər olacaq? 100-dən də çıxacaq 60 dərəcəni bərabərdir neçə dərəcə? 40 dərəcə. Bura neçə dərəcəymiş? 40 dərəcə. Ya bunu verəcək, hər ikisini verəcək, biz bunu tapacağıq. Ya da ən başqa variantda bunu verəcək, digərinin hər hansı birinin tapılması bizdən tələb olunur. Hər tərəfi axı məxrəc 2 deyil. Çarpaz vuruldu. Hədə tənasüb kimi də buranda məxrəci 1-dir. Hər tərəf bərabərliyin sağını və solunu 2-yə vuranda 2 ilə bax buranda 2-yə vurdum bala. Buranda nəyə vurdum? 2-yə vurdum. Bildirməyin. 62 orandan 120-dir. Bəs axı 60-ı 2-yə vura bilmədik də. 2-ni vurduq nəyə? Bura vuranda bu məxrəcdəki 2 ilə ixtisar olunca bala. Hə. İndi başa düşdün? Müəllim, istəməmişdik müəllim. Mərkəzə çəkilmiş bucaq müəllim. Kənardakı qofsdə 2 misli azdı müəllim. Bu mərkəz deyil. Bura yazmışam K. Mərkəzi günah səndə deyil, məndədir. Bax, mərkəz buralıqda bir yerdədir. Qeyd eləməlidir. Amma demişdim, bura mərkəz deyil. Sözlə demişdim, qeyd eləməmişdim. İndi başa düşdün? Mərkəz olsa, biz mərkəzə demişik, bir dənə nə çəkə bilərik? Bəli, mərkəz olsa, mərkəzi tapaq indi burada, düzdürmü? Bura tutalım ki, mərkəz olsun, düzdür? Bunda bura 60-dır, bura neçə olacaq? 30 dərəcə, aydındırmı? Buradan artıq ikinci bucaq ora çəkə bilərəmmi? Eyni dərəcədə mümkün deyil. Sadəcə mənim bucağı daxildə mənim eyni qövsə söykənən mərkəzi bucaq bir dənə çəkə bilərəm. Üzrlü sayın. Bura onu kəsdi. 60 dərəcə. Mərkəzi bucaq 60 dərəcədir. Mən səhv qeyd etmişəm. Deməli, uşaqlar. Dedi, toxunam neçədən çəkmək olar xaricdə? 2 dənə. Bu olsun A, B, C. Burada olsun mərkəz. Uşaqlar, bura olsun CN, bura olsun N. Bucaq CAB bərabərdir CND, CNB, CNB buradan.
çıxılsın CMB bölünsün 2. Yəni biz həmişə xaricdəki bu bucağı tapmaq üçün böyük qövsdən çıxırıq kiçik qövsü bölürük nəyə? 2 yerə. Tutalım ki belə bir çevrə var. İnşallah bura 200 dərəcədir. 200 də deyil, biraz çox götürək olsun. 260 dərəcə, düzdürmü? Bizə deyir ki, alfa bucağını tap. Göz adlandırma. Da yazmışam da göz. Adlandırmasam olar, yoxsa adlandırım? Olar. Bu göz nə qədərdir? 260 dərəcədir. Onda bura neçə dərəcə olar uşaqlar? Onlara mən 135 dərəcə. Yox, 130. Ümmisi neçə dərəcədir çevrə? 360 360 dərəcə. dərəcədə nəyi çıxaram? 260 dərəcə. Bərabərdir neçə dərəcə? 100 dərəcə. 100 dərəcə, düzdürmü? 100 dərəcə. Onda alfa bərabərdir 260 dərəcə çıx 100 dərəcə bölünsün neçə dərəcə? 2. Bu da neçə elədir? 80 dərəcə. İndi əlavə nəyi bilmək lazımdır uşaqlar? Toxunanlar arasındakı bucaq ilə söykəndiyi qövsün bucağın dərəcə ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsü cəmidə nə qədərdir? 180 dərəcədir. Baxın, bura neçə tapmışdıq? 80 dərəcə. 80, bu da 100. Neçə elədir? 360. 180 üstə 100, 360 mı edir? 80. Neçə edir? 180-də fikirləş deməlisən də. Onda diqqət. Elə bura adlandıraq. Bucaq A, bucaq A. Üstə gəlinsin. Bucaq CMB, bucaq CMB bərabərdir neçə dərəcə? 180 dərəcə. Burada da artıq göstərmişik də 80, 100. Bizə tutalım ki, belə bir sual veriblər uşaqlar. Deyir ki, xaricdədir, 2 dənə toxunan çəkir. Buranı 50 dərəcə veribsə, bu qövsün dərəcə ölçüsü, rənglədiyim qövsün dərəcə ölçüsü nə qədər? Neçə dərəcə olacaq uşaqlar? 130 dərəcə. 130 dərəcə. Çünki 180-də verməlidir. Bəli, 130 dərəcə olacaq. Çünki 180-dir cəmsi. 180-ə nəyi çıxaram? 50 dərəcəni çıxacam, nə qalacaq? 130 dərəcə. Aydındır hamıya? 130 olur. Necə? Oran 180 olur. Bəs burada göstərdik də bala. Deməli 260 bura. Cəmsi 360 daxı. Bundan çıxırsan, bunu bölürsən, bu verir. Düzdürmü? Bunun üzərinə də bunu gələndə 180 eləyəcək. Bucağın cəmdə, orada xaric bucağında. Mənim burada 260. 130. Niyə? Bura. Neçə dərəcə olacaq? 230 dərəcə. Çünki 130, 230 cəmi 360 eləməlidir. Eyni qayda. 230-dan 130 çıxdın 100, yarısı neçə eləyir? 50 dərəcə. Verir. Uşaqlar, deməli, 2 toxunan çəkmişdik, düzdürmü? Bir toxunan çəkək, bir kəsən çəkək. Bura olsun A, bura olsun B, C, D. Bucaq C, A, D. Bu bucaq, uşaqlar, bura adlandıraq M, burada M. Deməli, bucaq C, A, D bərabərdir. Yenə qayda dəyişmir. Böyük göz, çıxılsın kiçik göz, böl neçə? 2. Az öncə, bəli. C, M, D, aha, çıxılsın. B, M, D. B, M, D gözü, bölünsün neçəyə? 2-yə. Onda bu olsun toxunan, bu da olsun nə? Kəsən. Bura bizə neçə dərəcə verir? 50 dərəcə, düzdürmü? 130. Buranı bizə verib 230'u niyə hardan bilirsən 230? Çünki mən onlara 180 olmaq deyil. Yox, ikisi də toxunan deyil. Burada da bucaq var. Tutalım ki, bura neçə dərəcədir? 80 dərəcədir, düzdürmü? Bizdən isə adlandıraq olsun A, B, M. A, M, B qövsünün dərəcə ölçüsünü istəyir. AMB bərabərdir. AMB Uşaqlar, 50 dərəcə nədir? Bərabərdir.
Deməli, 80 dərəcə çıxılsın AMB bölünsün neçə? 2. Hər tərəfi vursaq 2-yə nə olacaq? Bərabərdir. 100 bərabərdir. 80. 80 çıxılsın AMB. Onda AMB qövsü bərabərdir neçə dərəcə? 100-dən 80 çıxdı 20 dərəcə. Bura neçə dərəcəymiş? 20 dərəcə. Sadəcə bir veriləni verəndə digərini tapmaq üçün düsturu qeyd elədik. Verilənləri yazdıq və tapılmalı olanda nə edirik? Tapırıq. Yaxşı. İndi üçüncünü qeyd eləyəcəm. Artıq siz özünüz bunun üçün düstur çıxardacaqsınız. Hara sualları? İki dənə kəsəndir uşaqlar. Olsun. Bura A nöqtəsi, bura B nöqtəsi, C nöqtəsi, D nöqtəsi, bura olsun K nöqtəsi. Bura olsun M, bura olsun M. Bu bucağı necə taparıq sizcə? D. Bucaq K bərabərdir. Bərabərdir. CND. Çıxılsın. Aha. AMB görsün. Bölünsün 2. Düzdürmü? Artıq bunun üçün də nümunə yazmıram. Düzdürmü uşaqlar? Ehtiyac var mı nümunə yazmaya? Məncə yox. Deməli uşaqlar. Saxlan.